Məni izləyən hər kəsi salamlayıram. Gününüz uğurlu olsun deyirəm. Bugün gördüyünüz kimi mürəbbə suyundan piroq hazırlayacağam. Əgər sizin evinizdə də mürəbbə suyu varsa, bu piroqu mütləq hazırlayın. Çünki çox dadlı, ləzzətli bir piroqdur. Bilirəm, hal-hazırda mürəbbə sezonudur. Hamının evində mürəbbə suyu mütləq ki var. Nə edirəm? 4 ədəd yumurtanı qabımıza qırıram. Və bunları yaxşı-yaxşı qarışdırıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Yumurtanı yaxşı qarışdırdıqdan sonra üzərinə mürəbbə suyu əlavə edirəm. Mən də ağ gilas mürəbbə suyudur. İstədiyiniz mürəbbə suyundan istifadə edə bilərsiniz. Biraz da yaxşı qarışdırandan sonra stəkanın başından 2 barmaq aşağı duru yağ əlavə edirəm. Qeyd edim ki, stəkan ölçümüz 200 ml-dir. Üzərinə 1 paket vanil, 1 paket kabartma tozu əlavə edirəm. Və üzərinə 2 stəkan un əlavə edib yaxşı-yaxşı qarışdırıram. Artıq piroqumuzun xəmiri hazırdır. Gördüyünüz kimi yumşaq, kıvamı bu formada olmalıdır. Və yağlı kağız sərdiyim tavaya əlavə edirəm xəmirimizi. Və bunu yaxşı-yaxşı yayıram. Və sobaya qoyub 170 dərəcədə bişirirəm. Artıq piroqumuz bişdi. Gördüyünüz kimi nar kimi qıpqırmızı qızarıb. Yağlı kağızımızı çıxardıram. Və kənarlarını kəsirəm. Üzəri üçün ovuntu hazırlayacağım. Və 2 yerə böldüm bunu. Çünki üst-üstə qoyacağım. Kənarından kəsdiklərimi də ovuntu halına gətirirəm. Həm ovuntumuzu hazırladım, həm də biraz qoz doğradım. Və burada da biskvitimizin üzərini bu formada edirəm ki, daha düz olsun. Və südlə nəmləndirirəm. Südlə nəmləndirdikdən sonra üzərinə cem əlavə edirəm. Cem çiyələk cemidir. Özüm hazırlamışam. Səhifəmdə videosu var. Çiyələk cemini üzərinə yaxşı-yaxşı çəkdim və üzərinə biraz qoz əlavə edirəm. Qozu da əlavə etdim və ikinci hissəsini üzərinə qoydum. İkinci hissəmizi də eyni qayda ilə ilk öncə nəmləndirdim və cemi əlavə edirəm üzərinə.
Bunun da üzərinə gördüyünüz kimi cevimi yaxşı-yaxşı çəkdim. Həm kənarlarına, həm üzərinə və hazırladığım ovuntunu əlavə edirəm üzərinə. Artıq piroqumuz hazır oldu. Dediyim kimi asan və tez başa gələn çox dadlı bir piroq alındı. Bu formada kəsirəm, kvadrat şəklində kəsirəm. Necə yumşaq olduğunu görürsüz. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərisə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Bu reseptlə siz də hazırlayın. Sizə də nuş olsun, mənə də xoş olsun. Allah'a emanet olun.